İmam Rıza əleyhissalamın ziyarətinin fəziləti. Bu həm də təşviq olsun ki, hər kəs heç olmasa ömründə bir dəfə də olsa o həzrətin ziyarətinə getsin. İmamın ziyarətnaməsində biz nə oxuyuruq? Deyirik, Əssalamu aleykə ya qəribəl ğuraba. Ey qəriblər qəribi sənə salam olsun. Əssalamu aleykə ya mu'inəz-zu'afa. Ey zəiflərə kömək eləyən, sənə salam olsun. Əssalamu aleykə ya əsirəl-ə'də. Ey düşmənlərin əsirliyində olan, sənə salam olsun. Validir, Xorasan boyda ərazinin valisidir, amma gör ona necə salam veririk. Əsirlikdə olan, sənə salam olsun deyirik. Ona görə də İmam əleyhissalamın o qəribliyini də nəzərə alaq və çalışın daim o ziyarətdən bəhrələnin. Bəs nə faydası var bizə? Durdum, getdim 300-500 manat xərclədim, getdim imamın ziyarətinə. Faydası varmı? Dünyamıza və ya axirətimizə gərək hədislərə diqqət eləyək. Sənin, mənim sözümlə isbat olmaz ki bu məsələlər. Baxın, elə birinci hədisi Peyğəmbər salavatullahın özündən. Həzrət buyurur, bədənimin bir hissəsi Xorasanda dəfn ediləcəkdir. Onu ziyarət edən elə bir mömin yoxdur ki, Allah ona cənnəti vacib etməsin. Allah onu ziyarət edən şəxsin bədəninə cəhənnəmi haram edər. Digər bir hədis elə o həzrətin, yəni İmam Rıza əleyhissalamın özündən gəlir. Görün nə buyurur o həzrət. Xorasanda bir ərazi vardır. Bir vaxt gələcək ki, mələklər oraya dəstə-dəstə gedib gələrlər. Onlardan sur üfürülənədək, yəni qiyamət qopanadək bir dəstə enər, bir dəstə isə qalxarlar. İmama deyildi, ey Allahın Rəsulunun övladı, o ərazi hansı ərazidir? Həzrət belə cavab verdi, o Tusdur, and olsun Allaha. İmam and içir, məsumun andıdır. Ora cənnət bağlarından bir bağdır. Hər kəs həmin yerdə məni ziyarət etsə, Peyğəmbəri ziyarət etmiş kimidir. Allah həmin şəxsə İmam ardınca sadalayır ki, hansı fəzilətlər, hansı dərəcələr veriləcəkdir. Başqa bir hədisdə İmam əleyhissalam buyurur ki, hər kim məni haqqımı tanıyaraq ziyarət etsə, bəzən ziyarətə gedən insanlar elə bir muzeyə gediblər. İmam buyurur ki, haqqımı tanıyaraq məni ziyarət etsələr, Allah onlara min fəzilətlər əta edəcəkdir. Başqa bir hədis imamın oğlundandır, 9-cu imamımızdandır. Atamın haqqını tanıyaraq onu ziyarət edən şəxs üçün Allah yanında cənnətə girməsinə zaminam. 9-cu imamımız İmam Rıza əleyhissalamı ziyarət edən şəxsə deyir, o şəxsin cənnətə girməsinə mən zamin oluram. Əlbəttə ki, o həzrətin ziyarətinin savabları istər dünya baxımından, dünyəvi, istərsə də uxrəvi, yəni axirət baxımından həddindən artıq çoxdur. Onların bir hissəsini uca Allahın inayəti ilə biz bu kitabda toplaya bilmişik. Uca Allahı an verək, o imamın fəzilətinə, o imamın məqamına xatir dünyada bizi o həzrətin ziyarətindən binəsib etməsin. Uca Allahı and verək, o həzrətin məqamına xatir dünyada bizi əhl-i beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.